100% olmasa da 99%-dən çox müəllim və tələbənin səhv cavablandırdığı bir sual və onun izahına baxaq. Nəyə görə deyirəm 99%-dən çox? Çünki müxtəlif sosial şəbəkələrdə yüzlərlə cavab gəldi. Cəmi 2 dənə düz cavab gəldi. Bir nəfər WhatsApp-dan, bir nəfər də Instagram-dan düzgün cavab yazmışdı. Qalanların demək olar ki, yəni qalanların hamısı, o 2 nəfərdən başqa qalanların hamısı bu sualı yanlış cavablandırdı. Bəs niyə yanlış cavablandırıb? Bu məsələni biz bu sualla qabardırıq ki, burada bir çox müəllimin səhv oxuduğu, səhv belə deyək, qeydlərdə də bəzən səhv yazılan məlumat hansıdır? Yəni bu əslində səhv cavablandırılıb deyəndə belə deyək, müəllimlərin və yaxud da şagirdlərin günahı deyil. Bu bir yanlış anlaşılma ilə əlaqədar bir şeydir. Əvvəlcə suala baxaq. Siz də öz cavabınızı müəyyənləşdirin. Daha sonra keçək bizim izaha. Gördüyünüz kimi 3 dairəli bir Venn diaqramıdır. Əvəzlik, qoşma, nida. A əvəzlikdir. Əvəzlik. B qoşmadır. C isə nidadır. Və bu fikirləri düzməliyik bu Venn diaqramdan. Müstəqil şəkildə tamamlıq ola bilər. Bu əvəzliyə aiddirmi? Bəli. Məsələn, məni çağırıblar. Qoşmaya aiddirmi? Aid ola bilir. Bəli. Qoşma bilirik ki, əsasən qoşulduğu sözlə birlikdə işlənir, tək başına işlənmir. Amma bəzi nümunələr var ki, haqqında, uğrunda bu cür nümunələr cümlənin əvvəlində gələ bilir, tək başına işlənə bilir. Yəni, bu istisna bir haldır. Və desək ki, haqqında çox danışmışıq. Burada qoşma götürülür o və tək başına tamamlıq olur. Ona görə də burada deyir ki, tamamlıq ola bilir. Demir, həmişə olur və yaxud da əsasən olur. Ona görə də qoşmaya da aiddir. Bəs, nidaya aiddirmi? Xeyr, nidaya aid deyil. Burada bəzən belə bir burada da bir yanlış anlaşılma var. Əsasına hələ gəlməmişəm. Burada da bəzən deyirlər ki, məsələn də, mən bu ahları unutmayacağam, bu bəhbəhi yaxşı demədin, xoşuma gəlmədi, mən işlətdim nidanı tamamlıq kimi və yaxud da nidanı müstəqil cümlə özü kimi işlətdim. Bu tamamilə yanlış bir şeydir. Çünki oradakı bəhbə nida deyil. Şərti olaraq ona biz nida deyirik və dırnaq içində veririk. Yəni o, belə deyək, nominal olaraq nida kimi götürülə bilər. Amma nitq səsi olaraq o nida deyil. Bəhbəh sözünü, yəni bu birlikdə bir məna ifadə edir. Nida olmaq üçün o belə olmalıdır. Bəhbəh, belə. Yəni, A nidaya aid deyil. Əvəzliklə qoşmaya aiddir. Yəni ki, A-nın B-nin kəsişməsinə yazılmalıdır. O da haradadır? 5-dədir. 5-ə yazırıq A. Gəldik B-yə. Quruluş da yalnız bir növdə olur. Yəqin ki, ən rahat variant bu idi. Qoşmaya aiddir. Köməkçinin hissələri sadə və mürəkkəb olur. Qoşmalar isə yalnız sadə olur. Deməli, B gedir qoşma olan yerə. 2-yə. Gələk C-yə. Öz məna növləri daxilində bir-biri ilə amonim olan nümunəsi var. Nidada varmı? Var. Məsələn, ay sözü. Çağırış da bildirə bilər, başqa emosiyalar da bildirə bilər. Qoşmada varmı? Var. Məsələn, kimi qoşması. Məsafə də bildirə bilər, bənzətmə də. Əvəzlikdə varmı? Var. Məsələn, o əvəzliyi. Şəxs əvəzliyi kimi də işlənir, işarə əvəzliyi kimi də. Deməli, bu üçünə də aiddir. Ona görə də C-ni yazırıq ortaya, yəni 7-yə. Üçünün də kəsişdiyi nöqtəyə. E. Bağlayıcı vasitə kimi çıxış edə bilər əvəzlik. Hansı halda bağlayıcı söz olarsa. Kim istəyir o gəlsin. Bu birislərinə aid deyil. Əvəzlik haradadır? A-da. Deməli, E-ni yazdıq 1-ə. İndi gəlirik D-yə. Yəni, cavabı seçənlər də aydın məsələdir ki, D ilə B arasındadır cavab. Əsas məsələ bu D-nin üzərində qurulub bu sual. Deyir ki, xitabın tərkibində yer ala bilər. Əvəzlik xitabın tərkibində yer ala bilərmi? Bəli. Məsələn, mənim üçün gələnlər. Çox sağ olun. Qoşma ala bilərmi? Bəli. Məsələn, elə dediyim nümunədə üçün sözü. Bəs, nida xitabın tərkibində yer ala bilərmi? Xeyr. Ala bilməz.
Yəqin ki, o saat belə bir sual oyanır içinizdə ki, ay uşaqlar, burada işlətdim axı mən ayı və yaxud da ay Rəsul, bura gəl, burada işlətdim. Biz bu nümunələrdə nidanı xitabla işlədirik. Xitabın tərkibində işlətmirik. Yəni, bütün mənbələrə də baxsaq, din olsun, orta məktəb olsun, dilçilik və ədəbiyyatşünaslıq, lüğəti terminlər, lüğətli olsun. Yəni, heç bir yerdə belə bir şey yoxdur ki, və yaxud da Elmlər Akademiyasının nəşri olsun, heç yerdə belə bir şey yoxdur ki, xitabın tərkibində işlənir. Həmişə belə işlənir ki, xitabla işlənir. Xitabla, yəni oradakı uşaqlar xitabdır, ay nidadır. Bəs nədir bu qarışıqlığı yaradan məsələ? Dedim, axı, bəzi bu yazılış tərzinə görə müəllimlər və şagirdləri çaşdırır o kitabların müəllifləri. Məsələn, deyir ki, ay nidası xitabla işlənir. Götürüb cümlə verir. Cümlədə ayı da qaralayır, fərqləndirir. Dərslikdə də bunu belə ediblər, dinin bəzi kitablarında da belə ediblər. Ayı orada fərqləndirmək lazım deyil. Sən xitabı fərqləndirirsənsə, xitab hissəsini qara verməlisən. Qara deyəndə ki, yəni daha tünd verməlisən. Ayı verməməlisən. Ay xitaba daxil deyil. Deyil. Niyə bu belə olur bəs? Birincisi, yenə deyirəm, mənbə olaraq baxsaq, bütün ədəbiyyatlar deyir ki, xitabın tərkibində yox, xitabla işlənir. Bir dənə xitab burada işlədirəm, bir dənə də nida burada işlədirəm. Və bu işin məntiqinə baxaq, mahiyyətinə baxaq, niyə bu bəs belə olur? Məsələn, mən deyirəm ki, gözəl qız. Burada gözəl xitabın tərkibindədirmi? Bəli. Plus da, o xitaba nəsə qatır da, qız, gözəl qız. Və qoşma da. Yəni, müəyyən məna çaları yaratmaqla olsa da o da nəsə qatır. Amma mən gözəl qızın qabağını ay artıranda, ay gözəl qız, xitaba nəsə qatmıram. Sadəcə, nə edirəm? Nidanın funksiyası var burada sadəcə. Emosionallıq artır burada. Daha belə emosiyalı çağırıram. Ay gözəl qız. Ona görə də mübahisəsiz və müzakirəsiz məsələdir. Onu da deyim, şübhəli məsələ deyil. Dəqiq, yadda saxlayırsınız ki, nidalar xitabın tərkibində yer almır. Bir daha deyirəm, nidalar xitabın tərkibində yer almır. Yazın bir yerə, yadınızda qalsın. Hə, kimsə deyə bilər ki, mən bəlkə belə işlədirəm. Mənim ay gözəl qızım söz birləşməsinin içində işlədirəm, birlikdə xitab elə şeydə yoxdur. Yəni, heç kim elə bir cümlə qurmaz normal bir şəraitdə ki, mənim ay gözəl qızım, ay mənim gözəl qızım olar da. Yəni, test xatirinə qurmaq istəsəz, bu süni cümlə elə bir şey alınsa, o sayılmır, çünki elə bir normal cümlə yoxdur. Yəqin ki, aydın oldu. D hara gedəcək? A-la B-nin kəsrilməsinə, yəni 5-ə. A-la D-yə gedəcəksə, ona görə düzgün cavab B olmur. Nə olur? D. Düzgün cavab D variantı. Bu ağır sualdan düzgün cavab D çıxır. Sual paylaşanda da demişdik ki, kim bu suala düzgün cavab versə, ona heç bir imtahanda qorxu yoxdur. İndi həmin o 2 nəfərə deyirəm, sizə heç bir imtahanda qorxu yoxdur. O biri 99.5% isə yenə hazırlaşmağa davam eləməlidir.